Deməli, 4-cü sualda 2NO oksigenlə reaksiya girib 2NO2. Deməli, burada deyir ki, NO-ya görə sürət 0,8-dir. NO-ya görə sürət 0,8-dirsə əgər, oksigenə görə də sürət neçə olacaqdır? 0,4. Niyə? Çünki NO 2 dəfə, yəni mol 2-dir, 2 dəfə artıq, yəni sürətlə sərf olunur. Oksigenə görə sürət 0,4 olacaqdır. Buradan belə bir iş görürük. V bərabərdir. Nü bölünsün V delta T. Bu sürətdəki nü sərf olunan, yəni sərf olunan molu göstərir. V-nin yəni nə qədər sərf olunub onu göstərir. V NO-ya görə qoysaq 0,8 bərabərdir. Nü bölünsün 1 vurulsun T və nünün yerinə də burada NO 2x qədər sərf olunur, əmsal qədər. Elə birbaşa onu yazsaq, 2x yazsaq. Burada tutaq ki 2x bərabərdir 0,8 T. Eyni qayda ilə oksigen üçün yazaq 0,4 bərabərdir. Oksigenin də əmsalı x-dir. Yəni x sərf olunacaqdır. Bölünsün 1 vurulsun T. X də bərabərdir burada 0,4 T-yə. İndi burada fikir verin. Yuxarıda əgər x-in qiymətini yerinə qoysam 0,8 T bərabərdir 0,8 T eləyir. Yəni ki, bu deməkdir ki, burada sərf olunmaları eyni olacaqdır. Tarazlıq qatlıqları bərabər olacaqdır. İndi geri yerinə yuxarı qayıdıram. Yazıram baş, sərf, tarazlıq. Deməli, mənə veribdir ki, başda NO-nu 12, oksigeni veribdir 10. Dedik ki, NO-dan əmsalı qədər 2x qədər sərf olunacaqdır. Oksigendən x. NO-nu qalacaq 12 çıxılsın 2x. Oksigen tarazlıqda qalacaqdır 10 çıxılsın x. Deməli, buradakına əsasən, yəni 12 çıx 2x-i bərabər götürəcəyik 10 çıxılsın x-a. X də bərabərdir olacaq burada 2. X-i tapdıq 2. Deməli ki, bizdən nə istəyir? Neçə dəqiqədən sonra ilkin maddə, neçə dəqiqədən zaman istəyir burada. Deməli, NO-nun sərf olunma 2x yazmışdıq. 2x-i də 2-yə vuranda 4. Bir də bir şeyi qeyd etmək yadımdan çıxdı. Burada həcmi 1 veriblər və buna görə də C bərabər nü bölü V düsturuna əsasən 12-ni 1-ə vuranda elə 12 eləyir. Yəni biz buna görə birbaş elə 12-ni qatlıq kimi yazdıq. Deməli, sərf olma 4 olacaqdır. V bərabərdir həmin bu düsturda yerinə qoysaq 0,8 vermişdilər. 4 sərf olunur, bölünsün zaman 1 vurulsun T. T də bərabərdir 4 bölünsün 0,8-ə. Bu da eləyəcəkdir 5, yəni B variantı.